Ey bacı kardeşlerim, hamı öz yerinde kalsın ve hiç yere dağılmayın. Bilirəm hava çok istidir ve hamı narahattır. Lakin Peygamberin hamıya diyeceği kelamı var. Bismillahirrahmanirrahim. Həmd olsun aləmlərin Rəbbinə. Hamınızı təqvalı olmağa çağırıram. Məndən sonra heç vaxt yolunuzu azmayasınız deyə sizə bir şey deyim mi? Cemaat, sizin aranızda çox qiymətli iki əmanət qoyuram. Biri Qur'an, digəri Əhl-i Beyt. Kur'an ve Ehl-i Beyt, Qur'an və Əhl-i Beytdən uzaq düşmək həlak olmaq deməkdir. Allah mənim Mövlamdır. Mən də möminlərin Mövlasıyam. Mən kimin Mövlasıyamsa, o Əli də onun Mövlasıdır. İlahi, onu sevəni sev, ona düşmən olanla düşmən. İlahi, elini seveni sen de sev. Ona düşman olana sen de düşman ol. Cemaat, haqq həmişə əlinin yanında, əli də həmişə haqqın tərəfindədir. Allahu Ekber, Allahu Ekber. Mübarek olsun Ali, mübarek olsun Ali.